Quzu işi ilə, bordaq işi ilə məşğul olanlar, xoş gördük sizləri. Sadəcə olaraq bu videonu axıra kimi izləyin. Mükəmməl bir iş planı deyəcəm sizə. Çoxlarınız bilirsiniz amma bu planı, amma tam-tamına araşdırmaqla sizə hər bir şey incə detallarına kimi üstü örtülü şəkildə deyəcəm ki, siz bizimlə işləyirsiniz. Nəyə görə bizimlə işləyirsiniz? Çünki mən özüm zootexnikam, xüsusi yemlənməyə cavabdeh olan şəxsəm ki, siz verdiyiniz yemə görə çəki əldə eləmiş olsunuz. Bunun üçün sadəcə olaraq kanala abunə ol və bu videonu bəyənməyi unutma, kanalıma dəstək ol. İş planı qoca qoyunların ət veriminin faizinin yüksəldilməsidir. Bunu necə əldə edirik? Çox sadə bir şəkildə eləyəcəyik. Çünki anaç qoyunlar müəyyən bir boy səviyyəsinə və çəki məsələsində özlərini tutublar. Sadəcə olaraq yemlənməyə ehtiyacları var. Biz bunları maksimum dərəcədə yemlənmə aparırıq. Amma sağlam olmalıdırlar. Qoca olsa da sağlam olmalıdır. Və cəmi cümlədən çox yüngül şəkildə o psix quzular kimi 15 gün ərzində yox, çox 1-2 dənə dərmanın vurulması ilə cəmi cümlədən 5-6 gün bizim vaxtımız müalicədə sərf oluna bilər. Ondan sonra isə biz yemlənməyə başlayırıq və burada bizim ən asan üsullarımızdan biri biz yemi tez-tez artıra bilirik. Heç bir maneçiliyimiz olmur. Çünki anaç qoyunlar tam-tamına hazır vəziyyətdədir. Bunu biz düvələrdə də istifadə eləyirik. Südü kəsilmiş inəklərdə zətdə belə kökəldilməsi. Südü kəsilmiş inəklərdə periodumuz düz 3 ay ərzində yemlənmədir. Amma anaç qoyunlarda isə 45 gün ərzində maksimum dərəcədə yemlənmə aparırıq və bunun sayəsində 60 kiloluq, 50 kiloluq bizim anaç qoyunlarımız olur. Kim istəsə bu iş planı ilə mənlə əlaqə saxlaya bilər. 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Və biz bunu necə eləyəcəyik? Sizə yenə müalicə şəraiti, yemlənmə, rasyon deyiləcək. Rasyonu sizə zavod yemi necə hazırlanırsa, sizə öz yeminizi özünüzə hazırlada bilirəm. Bunu Pango sayəsində əlbəttə ki əldə edirik. Pango haqqında qısaca bir məlumat verim sizə. Pango yem qatqısıdır, premixdir. Bunun içərisində həm vitamin kompleksləri, həm də ki amino asid və canlı mayadan, probiotikdən ibarətdir. Əsas bizim məqsədimiz yemdə həzmliyi parçalamaqdır. Bu necə baş verir? Yemdə parçalanma olmadıqda mədədə, heyvanların mədəsində, bu qoyunlara da aiddir, quzulara da aiddir, toyuqlara da aiddir və s. Bütün canlılara yemlənmə ilə bağlı əsas işlərdən biri həzmlikdir. Həzmlik mükəmməl şəkildə getdiyi zamanı yemdə parçalanma baş verir. Lazımı olan bu mədədir, tutaq ki. Bu mədədə yaxşı mikroblar da var, pis mikroblar da var. Biz bunları, bu premixləri verdiyimiz zamanı yaxşı mikroblar daha çox üzə çıxmış olur və bu yaxşı mikrobların iş prinsipi nədən ibarətdir? Bunlar yemi parçalayırlar. Yem qanda parçalandığı zaman zülalına, yəni protein hissəciyinə, vitamin hissəciyinə, ondan sonra enerji hissəciyinə bunları parçalayır. Parçaladıqdan sonra isə qalan yerdə qalan atxodu çıxardır, verir bağırsağa və bağırsaq bunu ifraz eləyir peyin sayəsində. Bir çoxlarının əsas iş prinsipində nədən ginelənirlər? Çox peyin çıxardırlar. Bu istəyir dana olsun, istəyir quzu olsun, istəyir qoyun olsun, fərqi yoxdur. Bir çox səbəbləri var. Ən çox yemin tərkibində kəpək faizi yüksəkdirsə, kəpəyin dışqıya getməsi cəmi cümlədən 4 saat alır. 4 saata o yediyini çölə buraxır və bunun sayəsində də heyvan istədiyi çəkini əldə eləyə bilmir. Əsasən biz kəpəyi yemin içərisində sadəcə olaraq nəyə görə qatırıq? Bunu da qısaca bir məlumatını verim.
Birincisi lift cəhətindən çox zəngin bir yem qaynağının atxodudur. Buna əsasən kəpəyi, buğdanın kəpəyi var, arpanın kəpəyi var, düyünün kəpəyi var, hətta qarğıdalının belə kəpəyi var. Bizdə əsasən buğdanın kəpəyindən istifadə olunur. Bu həzmlik cəhətindən və iştah açıcılıq cəhətindən yemdə köməkçi bir funksiyanı yerinə yetirir. Biz misal üçün əsas yemin tərkibində qatılmasını, hər şeyə homogen şəkildə qatılması üçün kəpəyin içərisinə qatırıq. Bu toz şəklində olan bir qatqıdır və 1 kilodur. Bunun çəkisi 1 kilodur. Zavoddur, Alman məhsuludur. Bu yemin içərisinə kəpək vasitəsilə qatılır. Daha çox məsləhət gördüyümüz olur və sizə bir dənə bir sirri də açıqlayım ki, kəpəyin protein faizi arpadan nisbətdə daha çoxdur. Yəni bunu gigiyenik qaydalarda tam-tamına laborator şəraitdə ölçülüb sübut da etmək olar. Bu adamla da məşq edə bilərəm. Protein səviyyəsi çox yüksəkdir. Arpaya nisbətdə yüksəkdir. Amma çox qatmaq olarmı? Yox, əlbəttə ki, olmaz. Biz rasyon deyəndə bəziləriniz deyirsiniz ki, nə var rasyon düzəltməyə? Amma 18%-dir, kiməsə deyirəm 18%-dir, 22%-dir, yaxud bordağınki ən hasanınki 12%-dir proteinli yem hazırla və 2800 kalori enerji olsun. Durur, baxır, ya da heç nə yaza bilmir də. O yorumçular var, bəzi o kompüter arxasında olan igidlərimiz. Onlar yaza bilmirlər. Bu dədə-baba üsulu vallahi geridə qaldı. Biz müasirləşməliyik. Yeni metodlar, yeni texnologiyalar inkişaf eləyir və biz bu inkişafların gerisində qalırıq. Bu dərmanlara hormonlar deyirlər. Hormonlar çox bahalı bir şeylərdir və istifadəsi qanunla ziddiyyətdir. Bunu bilməyən adam bunu istifadə eləyə bilməz. Yəni səhərsi gün sən çox böyük bir risklərə girirsən və heç bir kəs də o riski öz boynuna alıb bu işlərin dalından getməz. Premixlərin qatılma bir şəraitləri var. Misal üçün bəzi geyindirmə olan şirkətlər var ki, bunlarda çıxartmışdılar 100 manata dərman, 1 kiloqramının 100 manata satılması. Mən Azərbaycan Respublikasında sizə elə bir yem hazırlayaram ki, protein faizi 22% olsun, 22% olsun və mən təkcə arpadan istifadə edeyim. Tək arpadan istifadə edeyim. Amma siz səhərsi gün bunu hazırlaya bilməzsiniz. Nəyə görə? Çünki o bəzi maşinliklərin satdığı 1 kiloqramı 100 manata olan dərman gübrədir. Çoxuna azot gübrəsidir. Azot gübrəsini də nağarmışdılar, necə bir biclik eləmişdilər. Bəzi təsərrüfatçılar, bu torpaq işi ilə məşğul olan təsərrüfatçılar bunu bilməsin deyə çox sadə qaplanmış ürədən istifadə eləmişdilər. Azot gübrəsi ürədir. Və bunu da cəmaata sırıyıb satırdılar 100 manata. Və bu ürədə yemlənmə apardığınız zaman, bunu diqqətlə deyim, birdən gedib ürə verərsiniz heyvanınıza, zəhərləndirərsiniz, sonra deməyin Fərid deyibdir. Bu ürə çox çətin bir şeydir yemlənmədə. Bu ürə əslindən qalsa islanmalı deyil. Çünki nəmliyi artırır və burada nə baş verir? Amonyak daha çox çoxalır və heyvanınızı sıraca yerindəcə zəhərləndirib öldürə bilərsiniz. Çoxlarını da elədilər, nağardılar. Çox gözəl bir şəkildə baytarlarla işləmək sayəsində əlbəttə ki, heyvana aşırı dərəcədə vermək olmaz deyirdilər. Verdiyiniz zaman isə heyvan şoka girirdi. Heyvan şoka girdiyi zaman zəng edirdin həmən adama ki, bunu vermişəm. Mən sənə demədimmi çox vermək olmaz. Ay qadın alım, qurban olum, bağışda, bu nə qəşəng şeymiş, bunu belə çox verəndə belə şey olur. Əslində qalsa ölümlə oynayırsan. Tez gəlin sistem vurmaq lazımdır. Eləyə cəmaatın pulunu mənimsədilər. İndi bu saçına yoxdur o. Başqa firmanın dərmanlarını gətiriblər türk istehsalıyla. İndi onu cəmaata mədəni sürətdə yeridirlər. Ortalıqda isə heç nə yoxdur. Əgər tam saf şəkildə işləmək istəyirsənsə, halallıqla işləmək istəyirsənsə,
Dediklərimə diqqətlə qulaq asırsan, 050 891 35 35 nömrəsi ilə əlaqə saxlayıb bizimlə işləyə bilərsiniz. Bu rasionların verilməsi, baxılma şəraiti cəmi cümlədən 100 manat ödəniş tələb olunacaq. 100 manatın içərisində isə mən sizə bankoda göndərəcəm. Yemlənmə şəraiti, biznes haqqında məlumatın, müalicə şəraiti və tamına zavod yeminin hazırlanmasını deyirəm sənə. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Özüm zootexnikam, xüsusi olaraq yemlənməyə cavabdeh şəxsəm. İzlədiyin üçün təşəkkürlər.